Proqramda kəmiyyətlər. Salam dostlar. Bugünkü dərsimizin mövzusu proqramda kəmiyyətlərdir. Biz bu dərsdə proqramlaşdırmada kəmiyyətlərin necə ifadə olunduğunu, dəyişən və sabit anlayışlarını və onların proqramda nə işə yaradığını öyrənəcəyik. Hazırsınızsa, başlayaq. Proqramlaşdırmada kəmiyyətlər dedikdə proqramda istifadə olunan məlumat vahidləri nəzərdə tutulur. Bu kəmiyyətlər vasitəsilə biz proqramın daxilində məlumatları saxlayır, dəyişdirir və ya hesablamalar aparırıq. Ümumiyyətlə proqramda kəmiyyətlər 3 əsas formada olur: dəyişənlər, sabitlər və ölçülər. Dəyişənlər. Dəyişən, proqramın icrası zamanı qiyməti dəyişə bilən kəmiyyətlərdir. Məsələn, biz proqramda istifadəçidən yaşını daxil etməsini istəyirik. Bu halda yaş adlı bir dəyişən yaradırıq və istifadəçinin daxil etdiyi 15, 16 ya da 17 kimi rəqəmləri həmin dəyişəndə saxlayırıq. Proqramın işləməsi zamanı bu dəyəri istədiyimiz kimi dəyişə bilərik. Sadə dillə desək, dəyişənlər qutular kimidir. Biz bu qutunun içərisinə istədiyimiz məlumatı qoyur, istədikdə isə onu dəyişdirə bilərik. Proqramlaşdırma dillərində dəyişənlər adətən belə yazılır. Burada yaş adlı dəyişən əvvəlcə 13 qiymətini daşıyır, sonra isə 1 artır və nəticədə 14 olur. Dəyişənlərin adlandırılması qaydaları. Ad hərflə başlamalıdır. Boşluq buraxmaq olmaz. Dəyişənin adı mənalı olmalıdır. Sabitlər. Sabitlər isə proqramın icrası zamanı dəyişməyən kəmiyyətlərdir. Yəni, proqram başladığı andan sona qədər sabitin dəyəri eyni qalır. Məsələn, pi ədədi və ya yerin çəkisi kimi sabit dəyərlər proqram boyu dəyişmir. Ona görə bu cür məlumatları sabit kimi təyin edirik. Proqramda sabitlər məlumatların səhvən dəyişdirilməsinin qarşısını alır və proqramın sabitliyini qoruyur. Sabitlərə misal olaraq aşağıdakı yazılışı göstərə bilərik. Ölçülər və məlumat tipləri. Proqramda istifadə etdiyimiz kəmiyyətlər müxtəlif məlumat tiplərinə malik olur. Əsas məlumat tipləri bunlardır. Tam ədəd, bütöv ədədləri saxlamaq üçün istifadə olunur. Məsələn, 5, -12, 100. Həqiqi ədədlər, onluq hissəsi olan ədədləri ifadə edir. Məsələn, 3,14, 0,5. Mətin, söz və cümlə kimi mətnləri saxlamaq üçündür. Məsələn, salam, Ali. Məntiqi, doğru və ya yalan dəyərlərini göstərir. Məsələn, true, false. Yekun. Bu dərsdə biz proqramda kəmiyyətlər haqqında ətraflı öyrəndik. İndi gəlin öyrəndiklərimizi bir daha xatırlayaq. Kəmiyyət, proqramda istifadə olunan hər hansı məlumat vahididir. Kəmiyyətlər proqramın əsas hissəsini təşkil edir, çünki bütün məlumatlar, istər rəqəm, istər mətn, istərsə də məntiqi dəyərlər bu kəmiyyətlər vasitəsilə saxlanılır və işlənilir. Dəyişənlər. Qiyməti proqramın icrası zamanı dəyişə bilən məlumatlardır. Yəni, proqram işlədikcə dəyişənin dəyəri yenilənə bilər. Məsələn, istifadəçinin yaşı, aldığı bal və ya temperatur dəyişən ola bilər. Onlar proqramı dinamik edir və istifadəçi ilə qarşılıqlı əlaqəni təmin edir. Sabitlər. Qiyməti dəyişməyən, yəni proqram boyu eyni qalan məlumatlardır. Sabitlər proqramın dəqiqliyini artırır və təsadüfi dəyişikliklərin qarşısını alır. Məlumat tipləri. Kəmiyyətin hansı növ məlumat saxladığını göstərir. Yəni, proqram bilməlidir ki, bu məlumat rəqəmdir, mətinlidir, yoxsa məntiqi dəyərdir. Hər bir məlumat tipi özünə məxsus əməliyyatlarla işlənir. Ev tapşırığı. Dəyişən və sabit anlayışlarını öz sözlərinizlə izah edin. Real həyatdan 3 dəyişən və 3 sabit nümunəsi yazın. Bu qədər dostlar. Bugünkü dərsi sona çatdırdıq. Unutmayın, proqramlaşdırmada kəmiyyətləri düzgün anlamaq gələcək dərslərin əsasını təşkil edir. Növbəti dərsdə görüşənədək. Sağ olun.